Peyğəmbərin bir hədisi var, buyurur ki, qadının kişinin üzərindəki haqlarından biri budur ki, kişi öz xanımı ilə gülərüz olsun. Onunla düzgün söhbət eləsin. Söhbət də iki cürdür ya. Bəzən söhbət eləyirlər, amma o söhbət keyfiyyətli söhbət deyil. Bir-birlərini yola verirlər. Yalandan ona qulaq asır ki, hə, dedin, başa düşdüm, eşitdim də nə dedin. Yəni təki bu olsun ki, hə, sən dedin, mən sənə qulaq asdım. Bu keyfiyyətli söhbət deyil. Bir müddətdən sonra aranızda söhbət eləmək marağı da öləcək. Bir 10 dəqiqə telefonu yerə qoy, gözünlə bir kontakt yarat. Bu danışanda sən ona bax. O danışır, qulağı ondadır. Məsələn, telefonla da oynayırsan. Arada görsən axı indi o da qane olmur. Yəni fikrin məndə olsun da, sən də hələ bir irad da tutursan ki, qulağım səndədir də, eşidirəm nə deyirsən, söz danış. Yox, belə olmaz. Sənin gözün orada, buradadır. Nə edirəm, qulağım məndədir. İstəyirəm mən danışanda gözünlə mənə bax. Bilim ki, hə, fikrim məndədir. Bax o can qulağı dediyim odur. Can qulağı ilə qulaq asın bir-birinizə.